Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Essalatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Deməli bildiyimiz kimi biz bura qədər namazın fərzlərini, vaciblərini, sünnətlərini, müstəhəblərini, namazı pozan şeyləri, həmçinin namazda olan məkruh hərəkətləri, namazın məkruhlarını yəni öyrəndik. Namazı pozan şeylərlə əlaqədar bir məsələ var ki, onu ayrıca danışmaq lazımdır. Əslində bu məsələ təfərrüatlıdır, çox variantlıdır. Həmçinin ərəb dili bilməklə də bəzən əlaqədardır. Ona görə bunu ən axıra saxladıq. Bu da yerinə görə namazı pozan şeylər, həmçinin məkruh olan şeylərlə əlaqədardır. Bu məsələ namazda qiraətdəki səhvlərlə bağlıdır. Və yaxud da ki, namazda oxuduğumuz zaman əsasən Qurandan söhbət gedir təbii ki burada. Quran oxuduğumuz zaman səhvlərə yol verilir. Bu səhvlərin hansı bağışlanır və yaxud hansı olduğu halda namaz keçərlidir, hansı səhvlər baş verdiyi halda namaz pozulur və keçərsiz olur. Onlar haqqında danışacağıq. Əslində bu haqda qeyd eləmişdik biz namazı pozan hallarda ki, qiraətdə yanlış qiraət namazı pozur. Burada isə bunları nisbətən örnəkləri ilə və qaydalar verməklə öyrənəcəyik. Çünki bu ən çox başımıza gələn və ən çox soruşulan məsələlərdəndir. Beləcə qayda olaraq bunu deyə bilərik ki, namazda mənanı ciddi şəkildə pozan oxuyuşlar və yaxud qiraətlər namazı pozur. İndi bunun təfərrüatı haqqında danışaq. Burada ancaq biz xətalı olan oxunuşlardan danışacağıq. Yəni bilə-bilə bir adamın yanlış oxuması Quranı bu həm küfürdür, həm də ki namazı pozmasında şək şübhə yoxdur. Biz ancaq burada namazdakı qiraətdə bilmədən edilən xətalardan danışacağıq və yaxud bilmədən edilən yanlışlardan danışacağıq ki, buna da xəta deyirlər, xətalı oxuyuş deyirlər. Bu mövzuya həmçinin Zəllətül Qari də deyirlər kitablarda. Bu xətalar oxuyuşda hərəkələrlə əlaqədar olan səhvlərdir. Həmçinin biz bilirik ki, hərəkələr saitlərdir. Qiraətdə oxuduğumuz saitlər. Əslində bu bir ərəb dili ilə bağlı və yaxud Quran qiraəti ilə bağlı bir termindir, hərəkə. Bu xətaların birincisi erab xətasıdır və yaxud başqa sözlə Quran oxuduğumuz zaman, həmçinin duaları oxuduğumuz zaman da belədir. Sadəcə Qurana aid deyil, təkbirlərə də aiddir bu. Bunlarda hərəkələrdə səhvə yol verməkdir. Bu hərəkələr məsələsi əslində ərəb dili ilə əlaqədardır. Bunu ancaq Quran oxumağı bilən, üzündən oxumağı bilən adamlar anlayacaq. Hərəkələr qısa saitlərdir. Bu saitlərdə baş verən xətalar, həmçinin yenə bir termin sükunlarda, yəni hərəkəsiz oxunan hərflərdə baş verən məsələlər, həmçinin şəddə var ki, bunu da bilirik, Quran oxuyanlar bilir. Şəddəli yeri şəddəsiz demək, şəddəsiz yeri şəddəli demək. Bunların hamısı bir başlıq altında götürülür. Buna hərəkə xətası və yaxud da ki, erab xətası deyə bilərik. İkinci növ xətalar isə qiraətdə hərflərdə olan xətalardır. Hərflərdə edilən səhvlərdir. Başqa bir xəta isə oxuyuş zamanı sözlərdə xəta eləməyimizdir. Bundan sonra da cümlələrdə xəta eləməyimizdir. Bu nə deməkdir? Bunların hamısını bir izah eləyəcəyik inşallah. Həmçinin vəqf və ibtida deyilən şey var ki, yəni durulan yerdə durmamaq və yaxud da ki, durulmaması lazım olan yerdə durmaq. Bunların hamısı bu xətaların növləridir. İndi bunları bir-bir izah eləməyə çalışaq. Əvvəlcə qeyd eləyək ki, mənanı pozmayacaq dərəcədə edilən xətalar, yəni oxuyuşda olan bu xətalar namazı da pozmur. Məsələn, kitabımızdakı örnəyi verək. Quranda bildiyimiz kimi qavvaminə sözü var. Bunu bir şəxs qayyaminə şəklində desə, bu mənanı pozmayacağı üçün namaz da burada pozulmur. İndi isə ciddi məna pozuntusu əmələ gətirən və yaxud da ki, etiqad edilməsi küfr olan bir mənaya gətirib çıxaran xətalar haqqında danışaq. Bu xətalar haqqında alimlər arasında ixtilaf var, yəni yekdil fikir yoxdur. Ancaq əvvəlki alimlərə görə, biz təbii ki, burada danışanda Hənəfi alimlərindən danışırıq. Bildiyimiz kimi bu videolarda Hənəfi məzhəbi üzrə çəkirik. Qədim Hənəfi alimləri mənanı pozan istənilən yanlışın namazı da pozduğunu qeyd eləyirlər. Yəni bu istər mənanı pozan şey
yuxarıda qeyd elədiyimiz hərəkə xətasında olsun, istər hərf xətasında olsun, istər bir söz xətasında olsun, yəni bir sözü demək və yaxud deməmək və yaxud sözün yerini dəyişdirmək və yaxud cümlə xətasında olsun, cümləni əvvəl demək, sonra demək və yaxud deməmək və yaxud cümlə əlavə eləmək. Bunların hər hansı birində əgər mənanı pozacaq dərəcədə və yaxud da ki, etiqad edilməsi küfr olacaq bir dərəcədə bir şey əmələ gəlirsə, qədim alimlərə görə, ilk dövr alimlərinə görə bunlar hamısı namazı pozur və o namazın təbii ki, yenidən qılınması lazımdır. Ancaq Quranın öz içində olan ayələrin və yaxud da ki, cümlələrin yerini səhv desə, bu məna dəyişikliyinə, məna pozuntusuna səbəb olmasa, bu namazı pozmur təbii ki. Namazı pozan şey qeyd elədiyimiz kimi mənanı ciddi şəkildə pozan xətalardır. Mütəəxxir alimlər isə, yəni sonrakı dövr alimləri isə erabda və yaxud da ki, hərəkələrdə edilən xətaların namazı pozmayacağını deyiblər. Çünki bunu yerinə yetirmək və yaxud buna hər zaman riayət eləmək qeyri-ərəblər üçün çox çətindir. Həmçinin mütəəxxir alimlər hərflərdə olan xətalardan da bir qisminin namazı pozmayacağını qeyd eləmişlər. Bu hərflər də məxrəcləri, yəni ağızdan çıxış yerləri və yaxud da ki, tələffüzləri bir-birinə yaxın olan hərflərdir. Son dövr alimlərinin istisna elədiyi hərflərdən, bir-birinə bənzər hərflərdən biri za və dad hərfləridir. Yenə dediyimiz kimi, bu əslində mənanı pozur. Əvvəlki alimlərə görə də nəticə etibarı ilə namazı pozur. Ancaq son dönəm alimlərinə görə bunların tələffüzü bir-birinə yaxın olduğu üçün, dolayısıyla da bunun tələffüzü çətin olduğu üçün, bir-birindən fərqləndirmək çətin olduğu üçün belə bir xətanın namazı pozmadığını qeyd etmişlər. Ancaq bütün hallarda ehtiyata binaən və yaxud da ki, bu məntiqə uyğun olaraq verilən fətva ki var mütəqəddim alimlərin, buna riayət edilməsi daha münasibdir. Çünki buna riayət elədiyimiz zaman namazı yenidən qılacağıq, həmçinin daha yaxşı öyrənməyə çalışacağıq, daha ciddi üzərində durmağa çalışacağıq. Bunu da qeyd eləməkdə fayda var ki, bu xətayən, yuxarıda da bunu qeyd elədik, səhvən edilən şeylərə aiddir. Bir adam bilərək bunu eləyə bilməz və yaxud da ki, gücü çatdığı halda belə bir xətaya düşürsə, bu da bağışlanmır. Beləcə anlayırıq ki, əvvəlki alimlərin görüşünə əməl eləmək daha ehtiyatlıdır və daha sağlamdır. Ancaq sonraki alimlərin görüşü ilə əməl eləmək də insanlar üçün daha asandır və insanlar üçün buralarda genişlik var. Yəni burada üzərində durulması lazım olan mövzu Quranın tələffüzünü, Quran öyrənərkən tələffüzünü doğru öyrənməkdir. Yəni bunu bir müəllim vasitəsilə sadəcə ya da ki, üzündən oxuyaraq öyrənilmə şəklində fərqi yoxdur. Namazda biz bilirik ki, sadəcə tələffüz önəmlidir. Bir adamın yəni Quranı üzündən oxuya bilməsi şərti yoxdur. Düzgün tələffüz eləyə bilirsə hərfləri, bu yetərlidir. Ancaq təbii ki, Quranı oxuyarkən o hərflər gözünün qabağına gəldiyi üçün və müəllim bu bəzi qaydaları yazı üzərində göstərdiyi üçün oxuyaraq öyrənmə daha yaxşıdır, daha faydalıdır. Yəni oxumağa, öyrənməyə gücü çatan, bu hərfləri tələffüz eləməyə gücü çatan hər bir şəxs bunları doğru düzgün tələffüz eləməyə çalışmalıdır. Hətta eləməsi lazımdır, vacibdir. Qeyd elədiyimiz kimi namazda mənanı dəyişdirəcək şəkildə yanlış qiraət namazı pozur. Məsələn, bir dənə örnək verək. Məsələn, namazda musliminə sözü var və mucriminə sözü var. Bu sözlərin birini digərini yerinə desək, bu halda namaz pozulur. Çünki muslimin, sadə dildə desək, müsəlmanlar deməkdir. Mucrimin isə günahkarlar deməkdir. Bunu birinin digərinə yerinə demək mənanı ciddi şəkildə pozduğu üçün bu halda namaz da pozulur. Təbii ki, bunların bir hissəsi sırf ərəb dili ilə əlaqədardır. Ərəb dilini bilməyənlər artıq bu namazın pozub-pozmadığını ancaq bunu sonradan soruşmaqla bilə bilərlər. Ya da ki, bir şəxs belə bir səhv eləyib sözdə məsələn və bunu dərhal soruşacaq bir adam da yoxdur. Bu soruşana qədər artıq namazın vaxtı da çıxacaq. Bunlara əlbəttə ki, bütün bu hallarda, yəni namazın pozulduğu şübhəsi əmələ
gəlirsə, bütün hallarda təbii ki, amma ciddi şübhədən söhbət gedir. Burada hər gələn vəsvəsədən söhbət getmir. Bu hallarda namazlarını yenidən qılsınlar. Səhih olarsa təbii ki, əvvəlki namaz keçərli olur, ikincisi nafilə olur. Səhih olmazsa ikinci namaz birinci namazın yerinə keçir. Əlbəttə ki, bu namazda bir adamın bir sözün yerinə digər sözü deməsi hansı halda bəlli olur? O özü sonradan dəqiq bunu xatırlayır, ancaq mənalarını bilmir və yaxud da ki, cəmaət namazıdır. Bu şəxs imamdır. O bu şəkildə deyib, ancaq namazdan sonra deyirlər ki, buna sən bu sözü səhv tələffüz elədin və yaxud bu sözün yerinə başqa söz dedin. Və bu halda artıq onlar orada dəqiq müəyyənləşdirə bilirlərsə ki, bu namazı pozan sözdür, o zaman namaz yenidən qılınması lazımdır. Amma müəyyənləşdirə bilmədilərsə, burada tövsiyə olunur ki, namazı yenidən qılsınlar. Bunu vurğulamağımızın səbəbi odur ki, qardaşlar namaz qılır cəmaatla və imam hər hansı bir sözdə və yaxud başqa bir şeydə səhv eləyir. Bunu səhv elədiyi bəlli olur. Amma bunun namazı pozub pozmadığını dediyim kimi bilməkdən ötürü ərəb dili bilmək lazımdır və yaxud götürüb tərcümələrə və sair lüğətlərə baxmaq lazımdır. Bunu o anda bacara bilmədikləri üçün kimdənsə yenidən soruşmaq lazımdır. Bu uzun vaxt aparır, mübahisə doğurur. Bunu həll eləyənə qədər elə 5 dəqiqə vaxt ayırıb həmin namazı yenidən qılmaları daha yaxşıdır. Əvvəlcə qeyd elədiyimiz kimi, ancaq bir adam tək namaz qılırsa və öz namazında dəqiq şəkildə xatırlayırsa ki, bir sözün yerinə başqa bir söz dedi və yaxud mənanı pozacaq bir söz dedi və yaxud pozma ehtimalı olan bir söz dedi. Bunu dəqiq şəkildə xatırlayırsa, bu yenidən namazı qılması lazımdır. Və yaxud da ki, soruşub təbii ki, öyrənə biləcəyi, baxıb öyrənə biləcəyi bir yer yoxdursa. Amma hər xırda şübhədən ötürü namazı qılmağa ehtiyac yoxdur. Belə getsə, hətta vəsvəsəli qardaşlar təkrar namaz qılmağa məcbur qalacaq. Bəli, bu qeyd elədiyimiz sözlərə aid olan idi. İndi gələk hərflərdə olan səhvlərlə əlaqədar qeyd eləyək bir neçə məsələ. Bu hərflər əgər biri digərindən ciddi şəkildə fərqlənən hərfdirsə, yəni tələffüzləri bir-birindən fərqlənən hərflərdirsə, bunu birini digərinin yerinə demək namazı pozur. Məsələn, sad hərfi yerinə ta hərfi demək. Məsələn, namazda salihinə sözü var. Bunun yerinə talihinə desək, burada namaz pozulur. Çünki salihinə bildiyimiz kimi salihlər deməkdir. Talihinə isə zərərli adam deməkdir, bədbəxt adam deməkdir və yaxud da ki, qərəzli adam deməkdir. Bunlar bir-birinə zid sözlərdir. Ancaq məxrəcləri, yəni tələffüzləri bir-birinə yaxın olan hərflərə gəldikdə isə, məsələn, bunlara da örnək olaraq T hərfi var bildiyimiz kimi, incə T hərfi və qalın Ta hərfi var. Bunlar bir-birindən fərqli olsa da, bir-birinə həm də yaxındır tələffüzləri. Və yaxud sin hərfi ilə sad hərfi. Həmçinin bura dediyimiz kimi yuxarıda mütəəxxir üləma dad hərfi ilə za hərfini də bura əlavə eləyiblər. Bunların da məxrəcləri bir-birinə çox yaxındır. Baxmayaraq ki, məna fərqi əmələ gəlir bəzən. Beləcə bu tələffüzləri bir-birinə yaxın olan hərflərdə xəta edildiyi zaman sonrakı alimlərin əksəriyyəti namazın pozulmadığını qeyd eləmişlər. Çünki buna riayət edilməsi həm çətindir, həm də ki, bu artıq insanlar arasında çox yayılmış bir haldır. Yəni demək olar ki, bu hərflərdə xətaya yol verməyən adam azdır. Dediyimiz kimi ancaq bunu Quran qiraətini ciddi şəkildə, düzgün şəkildə öyrənən şəxslər bacarır. Ancaq bunu yaxşı öyrənə bilməyənlər və yaxud da ki, heç öyrənməmiş olanlar bu xətalara düşmələri çox geniş yayılmış haldır. Buna da ümumi bəlva deyirlər. Yəni əksəriyyət insanların tutulduğu və yaxud əksəriyyət insanların başına gələn məsələlər olduğu üçün asan olan hökmlə fətva veriblər. Bir də durulması lazım olan yerdə durmamaq və yaxud da ki, keçilməsi lazım olan yerdə keçməyib durmaq şəklində edilən xətalardır. Bunun haqqında da mütəəxxir alimlər məna pozulsa belə bu halda sadəcə durma və keçmə məsələsində namazın pozulmayacağını demişlər. Dediyimiz kimi bu səhvlər həm namazdakı qiraətlə əlaqədardır, həm dualarla əlaqədardır, həmçinin təkbirlərlə əlaqədardır. Xüsusilə kitablarda təkbir zamanı edilən bir xətanın üzərində çox durulur. Allahu Əkbər ya da Allahu Əkbər şəklində deyildiyi zaman burada sual əmələ gəlir. Sual cümləsi əmələ gəlir. Ərəb dilinə aiddir təbii ki bu. Bunun mənası Allah böyükdürmü
deməkdir. Belə bir şey şəkdir, şübhədir və müsəlmanın belə bir etiqadı olmayacağı üçün, bu bir küfür olacağı üçün bu da namazı pozan hallardandır, oxuyuşlardandır. Artıq öyrəndiyimiz kimi namazda, qiraətdə yol verilən xətalar da namazı pozur və yaxud namazı poza bilər. Yəni namazda digər fərzlərə necə riayət eləyiriksə, əslində qiraətə də o şəkildə riayət eləməyimiz lazımdır. Bildiyimiz kimi qiraət namazın fərzlərindən biri olduğu üçün digər fərzlərə necə riayət eləyiriksə, buna da riayət eləməyimiz lazımdır. Təbii ki, bunun ən çətini qiraətdir. Çünki digər fərzlərdə namazı pozub pozmayan şeyləri müəyyən eləmək çox asandır. Amma qiraət uzundur və hər dəfə müxtəlif surələr oxunur, müxtəlif ayələr oxunur, müxtəlif sözlər tələffüz olunur. Bunların hamısına diqqət eləmək məcburiyyətindəyik. Bu xətaların baş verməməsi üçün əlbəttə arada qeyd elədik. Bunu müəllimdən yaxşı şəkildə öyrənmək lazımdır. Həmçinin bir adam bir dəfə müəllimdən öyrənməklə də kifayətlənməməlidir. Yaxşı olar ki, hər ildə bir dəfə qısa bir kurs alsın müəllimlərdən. Yəni çünki bir adamın bir dəfə öyrəndiyi şey yavaş-yavaş dəyişikliyə məruz qala bilər və yaxud onu necə öyrəndiyini xatırlamaya bilər. Bu təlimdən keçsinlər, özlərini yenidən yoxlasınlar, qiraətdəki bu səhvlərini düzəltsinlər ki, namazda bu xətalara düşməsinlər. Vəlhamdülillahi rabbil alamin.